Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Səmimi söhbət yenə də efirdədir, amma bugün tam fərqli bir formatda səmimi söhbəti təqdim edirəm. Çünki mənim bir yox, bugün 4 qonağım var. İstərdim əvvəlcə Geek Holdingin idarə heyəti, rəhbərliyi və Geek Holdingin qonağını studiyamıza çağırmışıq. Onları təqdim eləyim. Əvvəlcə Günel xanımı istirdim işlərimiz barədə. Günel xanım danışdı, mövzumuzu elə Günel xanım özü izah eləsin bizə. Günel Kran bizim Geek Holdingin direktorudur. İstərdim Günel xanım, əvvəlcə salamlayım sizin hər birinizi və bununla başlayaq. Bugün qonağımız var. Bəli. Qonağımız nə üçün qəbul etmişik, hansı işləri görmüşük, bu barədə danışaq. Başda salamlayıram hər kəsi. Çox təşəkkür edirəm dəvətiniz üçün və bizə bu dəstəyi verməyiniz üçün. Bugün Geek Holding olaraq idarə heyəti burada iştirak edir və sizə özəl qonağımızı təqdim etmək istəyirəm. Bugünkü qonağımız Qananın paytaxtı Akra şəhəri olan, oranın sabiq şəhərsalma naziridir və bugün əslində bizim bu verilişimiz Urban Foruma, yəni Dünya Urban Forumdur, World Urban Foruma təsadüf edir və onun da burada iştirak eləməyinin bəlli bir səbəbləri var. Belə ki, Geek Holding artıq bir ilə yaxındır ki, Ghana Trade Center kimi fəaliyyəti də var. Yəni biz holding olaraq müxtəlif sahələrə, sferalarda iştirak edirik və biz Azərbaycan və Afrika ölkələri, eyni zamanda Ghana iş adamları arasında dövlət səviyyəsində layihələrin imzalanması və fəaliyyəti ilə məşğuluq. Bu çox sevindirici haldır, həm Azərbaycan iş adamları üçün, həm də Afrika iş adamları üçün. Bu haqda istərdim geniş məlumatı həm həyat yoldaşım, həm də Geek Holdingin təsisçisi İlkay Kran məlumat versin. Çünki onun həm yaxın dostudur, həm də fəaliyyəti daha yaxşı o bilir. İlkay bəy, Günel xanım sözü sizə ötürdü. Mən istərdim münasibətlərdən danışaq, iş sistemi necə qurulacaq, nələri planlamışsınız, həm Ghana dövləti ilə, həm ümumiyyətlə Azərbaycanla bağlı. Bu sistem necə qurulacaq, nə kimi işlər görüləcək, bu barədə danışaq. Aslında biz Geek Holding olarak bu yolculuğa bir yıl önce çıktık. Ama benim Ghana serüvenim 20 yıla yakın bir süreye dayalıyor Doktor Mark'la. Doktor Mark 20 yıl önce şehir salmanın oradaki yönetiminin başındaydı. Sonra nazırı oldu ve bu şekilde bizim dostluğumuz yıllar içerisinde ilerledi ve en sonunda Azerbaycan'la Ghana arasında bir ticaret koridoru oluşturalım diye Doktor Mark'la beraber buna karar verdik ve bu işi bir resmiyete döktük. Ghana Trade Center'ı açmamızın en büyük destekçisi Sayın Doktor Mark oldu ve Azerbaycan'la Ghana arasında yeni hatlar oluşturmaya başladık. Bu hatların en başında burada üretilen ürünlerin Ghana'ya gönderilmesi ve Gana'da ihtiyaç olunan inşaat sahasında olsun, tarım sahasında olsun, ilaç sahasında olsun, en önemli kalemlerinin tedariğini buradan yaparak Gana ile bir ticaret oluşturmak. Ve oradaki çok önemli gelişimlerini buradaki iş adamlarını oraya götürerek yapmak. Sağ olsun Gülen Hanım bu konuda bize öncülük etti. Azerbaycan'da bize bu yolları açtı dostlarıyla beraber. Çalışmalara çok hızlı bir şekilde devam ediyoruz. Çok iyi projeler geliştirdik. Buradan oraya gıda gönderme hattı başladı. Şu an aktif olarak çalışıyor. İnşaat olarak projeler imzalandı. Bugün yeni bir ilaç anlaşması yapıldı. Gana'ya ilaç gönderilecek ve her gün bir basamak daha üstüne koyarak Doktor Mark'la beraber bunu inşa ediyoruz. Etmeye de devam edeceğiz. Biz Azerbaycan'ın güvenilir bir ticaret limanı olduğunu Gana'ya anlattık. Onlar da bize kucaklarını açtılar ve sağ olsun Doktor Mark bize öncülük ediyor Gana'da ve daha da iyi çalışmalar ortaya çıkaracağız inşallah. Mark Bey, xoş gördük sizi proqramımızda. Bu Azərbaycana ilk gəlişinizdir, yoxsa bir neçə dəfə səfəriniz olubmu və Bakıdan hansı təəssüratlarınız var?
So we are glad to see you. Is this your first time in Azerbaijan? And what do you like about Baku? Right. Okay, so thank you for having me on your show. This is actually my second time of coming to Azerbaijan. It's a very nice place, and I can see myself coming many more times in the future because this is a great city. The first thing that struck me about Baku when I came here was a strong architectural detail over here. The way the new and the old have been fused together to create a very culturally living environment makes it very special. And I found it to be special also for another reason. The first time I came here, I came with my wife, and the day we arrived was her birthday. So my Azerbaijani family threw a birthday party for her, and the experience was wonderful. So yes, I'll be coming more, and I believe it will be a long-term relationship. Bakıya ikinci gəlişimdir. Bura daha tez-tez gələcəyimi təsəvvür edirəm. Şübhəsiz ki, bura möhtəşəm bir şəhərdir. Məndə ilk olaraq diqqəti cəlb edən şey sərgilənən memarlıqdır və köhnənin yeni ilə birləşərək çox balanslı və mədəni cəhətdən zəngin bir yaşayış mühiti yaratması bunu xüsusi edir. Və deməliyəm ki, şəhərə qarşı içimdə yumuşaq bir hiss yaranıb. Bu həm də xüsusidir, çünki mən bu hissi ruhi yoldaşım olan İlena ilə birlikdə kəşf etmişəm. İlena mənim gəlişim günü az günlük edirdi və bu Azərbaycandakı ailəmiz üçün daha da xüsusi oldu. Mark bəy Azərbaycandakı ailəsindən danışdı. Ümumiyyətlə ailəsi deyəndə nədən bəhs edir? Bir də onu Bakıya gətirən səbəb nə oldu ilk dəfə, əgər ikinci səfərdirsə bu? So you mean your Azerbaijan family? What do you mean and brought you to Baku the first time? Right. Well, the first time I came to Baku was initially a visit to a long-term friend, İlkay Kiran. We go back a long way, and I came to visit him for pleasure and also for business. And the first impression I had was wonderful. Baku is a great city that offers a lot of opportunities. I mentioned my Azerbaijani family because of his family adopted us, and the reception they gave us, we felt so much loved over here, and I believe that we'll be coming here over and over again. Buraya ailəsilə birlikdə burada uzun müddətdir yaşayan dostum və həmçinin iş ortağım olan İlkay Kiran bəyi ziyarət etməyə gəlmişik. Mən Azərbaycandakı ailəm birlikdə məhz bunu nəzərdə tuturam. Mark bəy, siz qeyd etdiniz ki, bu gün WUF üçün buradasınız. Bu WUF-dan gözləntiləriniz necə oldu və bu nə qədər vacibdir? How is important the work of Urban for you? Okay. So if I understand the question very well, the World Urban Forum is a very important platform for professionals from the built environment. At this conference, this is where stakeholders, academics, and then industry come to share ideas, knowledge, they determine new trends, and then learn from other people. And I believe that Baku is the best place to be chosen for a time like this. I say this because at this World Urban Forum, I've come to realize how far the great city of Baku has come when it comes to housing on the world stage. When you look at the theme of this year's event, it's talking about housing the world, creating sustainable and safe cities and communities around the world. I think it is very important also because Ghana and Africa has a lot to learn from Baku. And I believe that this will open the doors for a collaboration that will go for many years to come. It is a credit to the leadership of the great and resilient people of Azerbaijan. This part of the world is not open to us, and I believe through collaboration with my Azerbaijani family, through business and cultural exchange, we'll be able to make a difference, and the World Urban Forum would have achieved its objectives. It is my hope that the sponsors of my coming this time round would, commit to the opportunities that we have seen at this Urban Forum
to deepen a relationship between Baku and Accra. Next year, Accra will be 150 years since independence and since it became a city, the capital city of Accra. And I think that the opportunities that exist between Accra and Baku will be realized by the time we declare the golden age of Africa. One of the things that we face, the challenges, is how to house people adequately. I know that in Baku and in Azerbaijan, the quantity of housing is not a problem. It is the structure and then the maintenance. But in Ghana and Africa, we lack the deliveries. And so I believe a lot can happen between the two countries. Thank you. Təbii mühit və inkişaf üzrə mütəxəssis kimi müxtəlif maraqlı tərəflər və həmkarlar ittifaqına qoşulmaq həmişə şərəfdir. Bu cür konferanslarda biz ideyalarımızı bölüşürük, planetimizə və bəşəriyyətimizə təsir edən ciddi problemlərin həlli üçün yeni həllər və yollar barədə razılığa gəlirik. Bu çox məsuliyyətli işdir və bu ilki tədbirin mövzusu xüsusən də Sahara-altı Afrikanın Afrika təcrübəmizlə səsləşir. Təbiətin və mədəniyyətin texnologiya və innovasiyaya məna vermək üçün birləşdiyi dayanıqlı və davamlı şəhərlər yaratmağı hədəfləyir. Bu World of Urban 13 dünyanın başqa bir yerində, Bakıdan başqa heç bir yerində keçirilə bilməzdir. Və bu böyük və davamlı ölkənin liderliyinə bir töhfədir. Problemlərimizin aradan qaldırıla biləcəyini bilmək Sahara-altı Afrika üçün əsl ümid mənbəyidir. Thank you very much. Həqiqətən də World of Urban 13 Afrika intibahının qızıl dövrünün dirçəlişi üçün platform olmalıdır. Ümid edirəm ki, bu vacib tədbirin sponsorları Accra 150-yə dəstək olaraq qızıl illəri 1877-ci ildən 2077-ci ilə qədər 50 il müstəqillikdən 200 il sonra başlayacaq. Accra əsl minilik şəhəri və inkişaf etmiş bir şəhər kimi daha yüksək hədəflərə çatmalıdır. İnşallah. Təşəkkür edirik. Vaxt Thank you so ayırdınız. much. Minnətdarıq bu qədər işin və bu qədər böyük tədbirin arasında. Mark bəy bizim verilişimizə də gəldi və təşrifimizi qəbul elədi. Ona təşəkkür edirik. Accept our invite. Thank you so much for having me. İstərdim Günel xanım, deyəcəyiniz bir sözünüz vardısa, işlərlə bağlı fikirləriniz vardısa, siz də bölüşün bizlə, sonra tamaşaçılarımızla sağollaşaq. Bir mövzuya toxunmaq istərdim, həm bizim respublikamız üçün, həm də eyni zamanda Qana üçün bu çox böyük işlərin başlanğıcı deməkdir. Artıq biz fəaliyyətimizə başlamışıq və bir neçə bizim yəni yerli lokal biznesmenlərimizdən, eyni zamanda biznes ledilərimizdən orada fəaliyyətinə başlayırlar. Bu mənim üçün sevindirici bir haldır. Nədən? Nədənini deyəcəm, istərdim hər kəs buradan bilsin. İlk dəfə İlkay ilə biz Qanaya ziyarətimizdə Accra'da. Mən bir ifadə işlətmişdim orada. Kəş ki dedim, burada Azərbaycanın bir neçə biznes adamları olardı və buranı da balaca bir Bakını düzəldərdi. Kiçik bir Bakının formalaşmasını çox istərdim. Və bu konuda bizə oradan gəldikdən həmən sonra İlkay ilə biz bu fəaliyyətə başladıq və çox şükür ki ona da təşəkkürümü bildirirəm. Mr. Marka da təşəkkürümü bildirirəm. Həmçinin sizə də və yenə də öz Azərbaycanıma və xalqıma təşəkkürümü bildirirəm. Bu konuda bizə dəstək olmağa başladılar və həm oranın inkişafında, həm də Azərbaycanın inkişafında böyük töhfələr verəcəyimizi düşünürəm. Belə əziz tamaşaçılar, bir buraxılışımızın daha sonuna gəlib çatdıq. Sonda De Regalo restoranına xüsusi təşəkkürümüzü bildiririk. Yenidən görüşmək ümidi ilə sağlıqla qalın.